Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram və yenə də Allaha şükürlər olsun ki, Allah Əzzə və Cəllə bizi onu zikr etməyi, onun dinini öyrənməyi müvəffəq edib. Həqiqətən bu böyük bir nemətdir. İnsan daima bu nemətin qədrini bilməlidir, Rəbbinə şükür etməlidir və Allahdan daima faydalı elm istəməlidir. Həqiqətən faydalı elm insana düzgün hidayət üzərində getməyi müvəffəq edir. Və mövzumuz əxlaq haqqında hədislərdir. Şeyx Abdurrazaq Həfsahullahın artıq bu mövzuda 54-cü dərsimizdir və gəlib çatmışıq məscidin ədəbləri mövzusunda ikinci hissəyə. Və biz keçən dəfə məscidin fəziləti haqqında danışdıq və bugün də məscidin ədəblərinə toxunacağıq, bəzi qismlərinə. Şeyx burada Abdullah İbn Amr İbn-i As radiyallahu anhumədən hədis gətirir ki, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sizdən deyir biriniz müəzzini eşitdiyi zaman, yəni desinlər, yəni o müəzzini eşitdiyi zaman desin ki, o nə deyirsə onu da desin, onu təkrarlasın. Sonra mənə salavat gətirsin. Sonra buyurur ki, kim mənə bir salavat gətirərsə, Allah da ona 10 salavat deyər. Sonra deyir, Allahdan mənim üçün vəsilə istəsin. Həqiqətən deyir, o elə bir dərəcədir ki, cənnətdə ona yalnız bir nəfər müvəffəq olacaq o vəsiləyə. Allahın qullarından yalnız bir nəfərə veriləcək o. Və ümid edirəm ki, deyir, mən oyam, o adam mənəm. Və sonra buyurur ki, kim mənim üçün Allahdan vəsilə istəyərsə, mənim şəfaətim, yəni şəfaət ona halal olar, ona şəfaət çatar. Deməli, qardaşlar, bu hədis azan haqqındadır. Azan da məscidlərdə verilir və insan bacarmalıdır ki, bacardığı qədər, yəni düzdür bizdə dövlətdə elə bir şey deyil ki, biz azanı çöldən eşidək. Lakin məsciddə biraz tez gedib azanı eşitmək lazımdır və müəzzinin azanını təkrarladığı zaman sən də azanı təkrarlayırsan onunla bərabər və yalnız nəyi demirsən, o nə deyirsə ancaq onu deyirsən sən. Yalnız nəyi demirsən, o həyyə aləs-saləh, həyyə aləl-fələh deyədiyi zaman sən deyirsən ki, lə həvlə və lə quvvətə illə billəh. Yəni bu nə içindir? Bunun hikməti nədir? Alimə gətirirlər ki, sən müəzzin orada dediyi zaman ki, həyyə aləs-saləh, namaza tələs, həyyə aləl-fələh, uğur qazanmağa tələs, sən bildirirsən ki, Rəbbivə, yəni sənin gücün, qüdrətin olmasa, sənin mənə, yəni o verdiyin hidayət olmasa, mən gələ bilmərəm. Yəni, lə həvlə və lə quvvətə illə billəh, yəni həvl, yəni güc və işlərin o çevrilməsi, güc və qüvvət Allahdandır. Yəni, mən onun sayəsində gedirəm məscidə. Sonra da nə edirsən? Peyğəmbər sallallahu aleyhi və səlləmə azandan sonra salavat deyirsən. Azanı qutarandan sonra dualar, zikirlər var. Onlardan biri də nədir? Salavat zikridir. Deyirsən ki, Allahümmə salli alə Muhammedin və alə əli Muhammed. Bu zikri edirsən. Allahümmə salli alə Muhammedin və alə əli Muhammed. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm burada buyurur ki, kim mənə bir salavat deyərsə, Allah ona 10 salavat deyər. Yəni, Allahın quluna olan salavatı nədir? Yəni, öz mələklərinin yanında onu tərifləməsi, onun şənini uca tutması, subhanallah. Görün, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat deməyin əcri nə qədərdir. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim mənim üçün Allahdan vəsilə istəyərsə, Bu da nədir? Allahümmə Rabbə həzihi dəvəti təmmə
və salatil qaimə əti Muhammedinil vasilətə vəl-fədilətə. Bu zikri eləmək azandan sonra. Bunu çox qardaşlar qafillər, bunu öyrənmək lazımdır. Subhanallah, yəni görün bunun əcri nə dərəcədə çoxdur ki, sən bunu deməklə Peyğəmbər şəfaətinə nail olursan. Yəni Allah Rəsulunun şəfaəti də nədir? Yəni insan üçün şəfaət edəcək Peyğəmbər sallallahu əleyhi və səlləm ki, insan cənnətə girəcəksə, onun üçün dərəcələrini qaldırsın. Ya Rəbbi, bunu biraz da qaldır göyə. Biraz da dərəcələrini artır. Və yaxud da sorğu-sualını yüngülləşdirmək üçün. Və yaxud da Allah hifz eləsin, cəhənnəmə düşəcəksənsə, səni cəhənnəmdən şəfaətindən çıxaracaq Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni sən bu zikri eləməməklə o şəfaətdən məhrum olursan. Və sonra da bu zikrin axırında müsəlman qalasında da var. Deyirsən ki, İnnəkə lə tuxliful mi'ad. Həqiqətən sən vədinə xilaf çıxmarsan. Bu hissəsi Buxaridə gəlməyib. Bu hissəsini Şeyx Albani zəif görüb. İbn Baz rəhməhullah bunu isnadını ceyyid, yaxşı deyib, lakin Şeyx Albani rəhməhullah bunu zəifləşdirib. Bu hissəni. İnnəkə lə tuxliful mi'ad hissəsini. Amma o bu hissəsi səhihdir. Səhih Buxaridə hədisdir bu. Və həmçində vasilə nədir? Alimə qeyd edirlər ki, vasilə Firdovs cənnətindən yuxarı bir dərəcədir. Yəni ondan üstün dərəcə yoxdur. O da yalnız kimə veriləcək? Peyğəmbər sallallahu əleyhi və səlləm. O da niyə görədir? Yəni Allah Rəsulu sallallahu əleyhi və səlləmin yəni özünün o hamısından üstün olması, imanda, təqvada, dəvətdə Allahdan ən çox sevdiyi qul olduğuna görə, Allahın ən çox sevdiyi qul olduğuna görə ən üstün dərəcədə ona veriləcək. Və sən də bunu Allahdan Peyğəmbər sallallahu əleyhi və səlləm üçün istəyirsən. Fikir verin, yəni azanın zikirlərini öyrənmək lazımdır, qardaşlar. Azanın zikirlərində böyük savab var, böyük əcr var. Bacarmaq lazımdır ki, azandan qabaq gəlsən namaza, oturasan və azanı gözləyib, azanı təkrarlayasan. Və azanı eşitməkdə nə var? Yəni, müəzzinlə bərabər azanı eşitməkdə və həmçində onu təkrarlamaqda insanı nə qazandırır? Yəni, nəfsinin rahatlığını, insanın özünə rahatlıq gətirir. Və həmçinin insan azanı eşitdiyi zaman, əgər çöldədirsə, insanı azan neydən ayırır? Dünya işlərindən ayırır. Azan eşidirsən, ayılırsan birdən. Azanın ona görə çölə çıxmasının böyük önəmi var. Və insan dünya işlərindən ayrılır, artıq axirət işlərinə yönəlir. Lakin kim ki azanı eşitmir, öz məşğuliyyəti ilə, öz söhbəti ilə davam edir, artıq namaz gedir, xəbəri olmur. Bir də yadına düşür ki, namazı qaçır namaza. Və bu da insana nəyə gətirir, çıxardır? İnsana namazın diqqətinin yayındırmasını gətirir. İnsan çox vaxt birbaşa namazı gəlib qoşulanda xuşu ilə qıla bilmir namazı. İşin yarımçıq qoyur, fikri o işin yanında olur. Amma azanı eşitdiyin zaman sən qabaqcadan artıq namaza hazırlaşırsan və namaza doğru gedirsən. Və həmçində azan insana nəyi qazandırır? Birinci təkbirə çatmağı, birinci imamla bərabər təkbirə çatmağı və həmçinin də birinci səhvə çatmağı. İnsan azanı eşitdiyi zaman müəzzinə cavab verir, müəzzinin o nidasına cavab verir ki, gəlirəm. Və gedir namaza, dünya məşğuliyyətlərini tərk eləyir, dünyadakı bazarları tərk eləyir, axirət bazarlarına doğru gedir. Axirət bazarları harada olur? Məscidlərdə. Yəni, sən axirətin məhsullarını harada alırsan əsasən? Məscidlərdə. Orada qazanırsan axirətin məhsullarını, yığırsan orada. Və həmçində bütün əməlləri, məşğuliyyətləri, bütün işləri tərk edirsən, dərhal dəstəmaz alırsan və məscidə gedirsən. Və bu da azanın fəzilətindəndir ki, yəni insanı bu şeylərə müvəffəq edir. Və həmçində daha gözəl olar ki, möminə daha gözəl yaraşar ki, neynəsin? Azandan qabaq belə dəstəmazda olsun və ibadətlərinə diqqət eləsin və diqqət göstərsin. Başqa bir hədisdə, bu hədis əzəmətli hədisdir, diqqət edin nədirsə, Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Ləv ya'lemun nasu ma fi'n-nida'i ve's-saffil awwal." Fikir ver qardaş. Deyir ki, əgər insanlar azanda və birinci səfdə nə mükafatın olduğunu bilsəydilər, "Summa lam yajidu illa an yastahimu alayhi lastahamu." Ona çatmaq üçün püşk atardılar. Yəni, mən gedim, mən gedim. وَلَوْ يَعْلَمُونَ مَا فِي التَّحْجِيرِ لَسْتَبَقُوا إِلَيْهِ. Və deyir, əgər deyir,
namazın vaxtı yetişən kimi onun qılmağın nə qədər xeyirli, bərəkətli olduğunu bilsəydilər, onun yerinə yetirmək üçün bir-birini ötüb keçməyə çalışardılar. Və sonra buyurur ki, وَلَوْ يَعْلَمُونَ مَا فِي الْأَتَمَةِ وَالصُّبْحِ لَا أَتَوْهُمَا وَلَوْ حَوْبَوَانِ Əgər deyir, sübh və işan namazlarında nə qədər əcr olduğunu bilsəydilər, insanlar iməqliyə-məqliyə də olsa ora gedərdilər, deyir. Bu əzəmətli hədisdir. Yəni, birinci səhvin, həmçinin azanın fəzilətini göstərir və xüsusən işa və sübh namazlarının fəzilətini göstərir. Bu, meçidin ədəblərindən biri idi. Azana qulaq asmaq, azana təkrarlamaq və çalışmaq ki, tez gedəsən. Və həmçinin də evdən çıxdığın zaman zikr etmək. Bax, bunu da çoxsu bilmir. Bunu da çoxsu bilmir. Yəni ki, bu zikirləri əzbərləmək lazımdır. Mənim 3 yaşında uşağım belə bu zikri bilir. Öyrətmək lazımdır. Hər kəs öyrənməlidir bu zikirləri. Evdən çıxanda insan zikri bilməlidir. Öyrədin bir-birinizə, övladlarınıza, özünüzə. Bu sənə lazımlı olan zikirdir. Sənə lazımdır bu. İndi baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm Ənəs ibn Məlik radiyallahu anh gələn hədisdə buyurur ki, İzə xaracar raculu min beytihi kişi evindən çıxdığı zaman fəqalə deyir ki, Bismillah, Allahın adıyla Bismillah təvəkkəltu aləllahi və la havlə və la quvvətə illə billəh. Yəni, Allaha təvəkkül etdim, güc və qüvvət sahibi yalnız Allahdır. Və bu zaman deyir, ona deyilər, Huditə və kufitə və vuqitə. Artıq hidayət olundun və artıq qorundun. Və tətənəhhə ləhu şeyatin. Və şeytanlar onun yolundan çəkilər artıq. Ona vəsvəsə verməzlər, şeytanlardan qorunar. Və yəqulu ləhu şeytanun əxar və başqa bir şeytan digərinə deyər ki, Keyfə ləkə bir rəculun qad hudiyə və kufiyə və vuqiyə. Və buyurur ki, doğru yola yönəldilən, qorunan kişiyə sən nə edə bilərsən? Yəni, gör, bu zikrin nə qədər fəziləti var. Və şeytanlar da insanlardan olur, cinlərdən olur. Allah subhanətə Allah insanı qoruyur. Bizdə məşhur söz var, deyir, mərdimazarı çıxartmasın Allah qabağıma. Yəni, məşhur söz də bizdə. Yəni, mərdimazar elə kimdir? Şeytandır da. İnsan Allaha təvəkkül eləyib, bu duanı eləyəndə, bu zikr eləyəndə Allah onu qoruyur. Və xüsusən də insan meçidə getdiyi zaman. Və həmçinin də bu zikrə əlavə olaraq nə deyirsən? Allahumma əuzu bikə ən əvdillə, əv udal, əv əzillə, əv uzal, əv əzlimə, əv uzləm, əv əchələ, əv yüchələ aleyyə. Və buyurursan ki, Allahım doğru yoldan azmaqdan və azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və zülmə məruz qalmaqdan və cahil olmaqdan və mənə qarşı cahillik edilməsindən sənə sığınırım. Bura hamısı müsəlman qalasında var. Bunlar əzbərləyin. O zaman insan Allah tərəfindən qorunar və Allah tərəfindən də yardım olunar. Necə ki, bir hədisdə gəlib ki, qardaş, nə gəlib hədisdə? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əş-şeytanu qa'adə li ibni Ədəmə bi ətruqihi. Şeytan deyir, Adəm evladının yollarının üzərində oturur. Necə ki, bu hədis səhihdir. Və bu yollardan birini hansı yoldur? Sarı gəlsən, çıxıb. Bəli, məscidə. Müsəlmana daha lazımdır ki, məscidə getdiyi zaman evindən bu zikr eləsin. Çünki məscidə getdiyin zaman indi görəcəksən ki, hansı ibadətlər var. Və şeytan da hərisdir ki, sənə məscidin yolunda oturub sənə vəsvəsələr versin. Ya bir insan çıxsın qabağa, səni yönətsin başqa şeyə, səni günaha salsın. Allah subhanətə Allah sığınırsan ki, bu şeylər sənin qabağına çıxmasın. Və həmçinin də insan məscidə getdiyi zaman ədəblərdəndir ki, insan sakit halda getsin, tələsmədən, ciddi, zarafat etmədən, heç kəsinə zarafat etmədən, heç kəsə ələ salmadan, heç kəsinə qeybətini eləmədən, artıq evindən məscidə çıxdısa, ciddi şəkildə çıxsın və tam sakit şəkildə, tələsmədən. Və bu hər hansı bir yol deyil, bu ancaq Allahın evlərindən bir evə gedən bir yoldur. Bir fərzi yerinə yetirmək üçün olan yoldur. İnsan gəlib bunu dərk eləsin evindən çıxanda ki, mən hara gedirəm? Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisində buyurur ki, namaz iqamə olunduqda, yəni məsciddə ona tələsərək getməyin.
sakit və təmkinli gəlin, sizə vacib olan sakitlikdir. Nəyə yetişsəniz onu qılın, nəyə çatmasanız da onu sonra nə edin? Tamamlayın. Yəni qaça-qaça, tələsərək ehtiyac yoxdur, yavaş-yavaş, eybi yox. Gecikirsən, lap tam namaza çatmamısan. Yəni sən gedib məsciddə qılırsansa, nəyə savabını qazanırsan? Cəmaatın savabını götürürsən. Ona görə insan gərək, düzdür, bu səhlənkarlıq da olmalı deyil ki, əgər belə bir hədis varsa, yox. Bu zərurətdən ola insan geciksin. Əgər belə edirsənsə, qaça-qaça getmə, tələsərək getmə. Xüsusən də bugünlər bəzi qardaşlar maşınla lap tələsərək sürürlər. Bir hadisə törədərsən, bir başqa şey eləyərsən. Səndən tələb olunan ehtiyat yavaş-yavaş getməkdir və gedib namaza çatmağındır. Və həmçinin də başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, namaza iqamə veriləndə ona tələsərək getməyin. Sakit və təmkinli gedin. Yəni, nəyə yetişsəniz onu qılın, nəyə çatmasanız da onu sonra tamamlayın. Çünki sizdən biri namaza doğru gedərkən o artıq namaz halındadır. Yəni, yolda namazdasan. Və ona görə sənə deyilir ki, ciddi və sakit get. Yolda zarafat eləmə, yolda kiminsə haqqına getmə. Yəni, bizdə əlhəmdülillah evindən çıxandan dünya söhbəti gedir, məscidin ortasında dünya söhbəti edir, qardaşlar. Allahdan qorxmaq lazımdır. Sən hara gedirsən? Neçin gelsən məscidə? Ona görə sonra namazda da zərrə qədər xuşu tutan bir insan. Hələ yarıcanı çöldədir namazda. Qəlbi namazdadır. İmam bir damcı surəni uzadan kimi nə edir? Buna baxın, nə qədər uzat deyə. İnsan niyə görə bəs Məkkə Mədinəyə gedəndə ləzzət edir sənə? Burada məsciddir də. Burada da 27 savab var. Bu da Allahın evlərindən bir evdir. Ona ciddi olmaq lazımdır. Və deməli, İmam Nəvvi Rəhməhullah bu hədisinin şərhində gətirir ki, namaza gələnin, yəni o namaza gedən, namaza getməyin qaydasını bu hədis sənə öyrədir və sən çünki deyir, namazda yolda olarkən ibadətdə sayılırsan və insan gərək məscidə gedərkən tələsməsin və tam sakit şəkildə, ciddi şəkildə məscidə getsin. Və həmçində yolda Allahın ona olan nemətlərini fikirləşsin. Fikirləşsin ki, nə qədər insanlar var ki, onlar bu günləri hal-hazırda mən məscidə gedirəm, onlar hardadılar? Günahların içində, məsciddən məhrumdular. Allah məni məhvə edib ki, bu məscidə gedirəm. Və Allahın mənə gücü və qüdrətidir ki, Allah məni məscidə məhvə edib onu gedirəm. Və həmçinin insan başqa şeyləri yolda fikirləşməlidir. Başqa şeyləri fikirləşməlidir. O zikirləri, ibadətləri ki, yəni məscidə gedəndə insanın hansı savabları var. Hətta qiyamət günü 7 sinif insan olacaq ki, onlar Allahın yaratdığı kölgə altında olacaqlar. Allah istəyirəm ki, hamımız onlardan olaq. Onlardan biri də kimdir? Qəlbi məscidlərə bağlı olan insan. İnsan məscidlə yaşayırsa, ürəyi məscidə bağlıdırsa, o insan o adamlardan olacaq. Sən bunda fikirlərsən ki, Allah məni bunlardan eləsin. Bu şeyləri fikirləşdirirsən, artıq çöldə namazda bu xuşunu tuta bilirsənsə, sən namazdasan çöldə. Bu xuşu ilə girib sən məscid içində namaza başlayırsansa, inan ki, səndə o namazın içində dəhşətli xuş olacaq. Amma sən çöldən necə gəlib hazırlaşıb məscidə girirsənsə, inan ki, 5 dəqiqəlik namazda da xuşunu tutamayacaqsan. Əvvəldən hazırlaşmaq lazımdır. Ona görə sahabələrdən gəlir ki, onlar dəstəmaz alanda rəngləri qaçardı. Deyərlər ki, siz bilirsiniz, biz kimin qabağına gedirik, ona görə bu hala düşürük. Amma inanın ki, oturanda məsciddə bir dənə qapının ağzından cəmaatın məscidə girməyinə baxın. Biri deyib gülə-gülə, biri zarafat eləyə-eləyə. Yəni, belə məscidə girilmir. Belə məscidə girilmir. Bu məscid ədəblərindən deyil. Və həmçinin də məscidin ədəblərindəndir ki, barmaqları bir-birinə keçirdib yolda gəlməyəsən məscidə. Barmaqlarla oynamayasan, xüsusən də məsciddə oturduğun zaman və belə namazı gözlədiyin zaman bu da qadağalardandır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İzə tavadda əhadukum fə əhsənə vudu'əhu. Sizdən biriniz gözəl şəkildə dəstəmaz alarsa, summa xaraca amidən iləl məscidi, sonra məscidin yəni niyyət edərək evindən çıxarsa, fələ yuşəbbikənnə beynə əsabi'ihi. Barmaqlarını bir-birinə keçirməsin, fə innəhu fi salatin. Çünki o namazdadır. Yəni İbn Həzər rəhməhullah deyir ki, burada qadağa
yalnız namaz zamanı və yaxud da namaza gedərkən o halda məhdudlaşdırılıb. Yəni, namazı gözləyən şəxs namazda hesab olunur. Yəni, oturmuşsan meçiddə, namazı gözləyirsən, belə eləmə, bu qadağa gəlib. Amma meçiddə elə belə oturmuşsansa, namazı gözləmirsənsə, hələ namaza çox var, bu ona qadağasına aid deyil. Sadəcə gəlmişsən meçiddə hansısa bir işin üçün. Amma sırf oturub meçiddə oturub namazı gözləyirsənsə, bu qadağa xüsusən buna gəlib. Və həmçinin də kim ki siqaret bəlasına məruz qalıbsa, gör indi o meçidə siqaret çəkə-çəkə gəlirsə, hansı günahı daşıyır o adam. O namazdadır, dedik ki, evindən çıxıb artıq meçidə gəlinə qədər o namazda sayılır, sanki həmin adam namazda siqaret çəkir. Və həmçinin gəlib meçidə insanlara və mələklərə əziyyət verir o ilə. Ona görə insan gərək bu şeylərə diqqət eləsin. Və həmçinin də biz bilirik ki, məscidlər Allahın sevdiyi və əzəmətləndirdiyi yerlərdir. Necə ki, Allah Subhanahu taala Bəqərə surəsində buyurur, Allahın məscidlərini xarabazara çevirmək istəyənlərdən və orada zikr edənlərə mane olanlardan daha zalim kim ola bilər? Allah sonra deyir, halbuki onlar ora necə girməlidirlər? Qorxa-qorxa. Ona görə Allah sonra ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ Kim Allahın şüarlarını əzəmətləndirərsə, bu qəlblərin təqvasındandır. Yəni, Allahın şüarları nədir? Məscidlər, məsələn, Allahın şüarıdır. Allahın sevdiyi yerdir. Sən oraya girəndə onu əzəmətləndirməlisən. Elə girməli sonra ki, sanki bir əzəmətli yerə girirsən. Orada özünü düz aparmalısan, düzgün şəkildə oturmalısan, düzgün şəkildə qalxmalısan. Və bu şeyləri hiss eləyərək qəlbində. Lakin, görürsən, mən bayaq misal çəkdim. Yəni, məscidə necə gəldi girmək, deyib gülə-gülə, yolda alver, məscid içində alver, qeybət, başqa günahlar. Allah qorusun, bu məscidin ədəblərindən deyil və sən məscidləri əzəmətləndirmirsən. Sən məscidin əzəmətinə elə başa düşməmisən. Və həmçinin də məscidə girərkən sağ ayaqla girmək və sol ayaqla da məsciddən çıxmaq. Bu da sünnədə varid olandır. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm gəlir ki, yəni ki, o deyərdi ki, sünnətdəndir ki, Ənəs ibn Məlikdən gəlir ki, sünnətdəndir ki, deyir, İzə daxaltəl məscidə ən təbdə bir riclikəl yumnə. Əgər sən deyir, məscidə daxil olarkən sağ ayağınla başla, oradan çıxdığında isə sol ayağınla başla. Və həmçinin də məscidə getdiyin zaman neynə? Duanı elə. Məscidə girəndə dua var. O duanı öyrənin. Bismillah və salatu və səlamu alə Rasulillah Allahumma iftəhli əbvabə rəhmətik. Və yaxud da müstəhəbdir ki, şeytana sığınasan, Əuzu billahil azim, bi vəcihil kərim və sultanihil qadim minəşşeytanirracim. Bu zikirləri öyrənin. Görsən, qardaşlar, bu boyda fəzilətlər qalıb, elə işlərlə məşğuldur, elə şeylər əzbərləyirlər ki, halbuki bunlar lazım deyil onlara. İnsan zikirləri öyrənməlidir, hara getdi o zikirləri bilməlidir. Bu, müsəlmanın qalasıdır. Müsəlmanı qoruyur. Və barədə çıxanı nə deyir? Bismillah və salatu və salamu alə Rasulillah Allahumma iftəhli əbvabə fadlik. Bu zikri. Sonla çıxanda da bu zikri eləyir. Ona görə də insan gərək bu zikirləri əzbərləməlidir, öyrənməlidir. Və həmçinin də məscidin ədəblərindən deməli, dedik ki, azanı təkrarlamaq, çalışmaq lazım birinci səhvə çatmaq, azanı təkrarlamaq və həmçinin də deməli, yolda özü ciddi aparmaq, tələsməmək və həmçinin də məscidə girdiyin zaman sağla girmək, duanı etmək, çıxdığın zaman solla çıxmaq, duanı etmək və oturduğun zaman da barmaqları bir-birinə keçirtməmək, yol boyda eləməmək. Ümumiyyətlə, yol boyu və məscidə girərkən çalışmaq lazımdır ki, ciddi şəkildə olasan. Çünki biz keçən dəvrə hədis oxuduq ki, hər attığın bir addım nə edir? Sənə bir dərəcə qaldırır, o bir addımın sən nə edir? Sən bir günahını silir. Görürsən, nə qədər əcirlər içindəsən. Və bunun əksi nədir? Sən məscidə gedərkən günahlar eləyirsənsə, gör, sənin savabların nə qədər azalır. Və həmçinin məscidə ədəblərindən nədir? Məscidə girdiyin zaman 2 rükət namaz qılmamış, oturmamaq. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İzə daxalə əhadukumul məscidə fələ yəclis həttə yusalliyə rək'ateyni.
sizdən biriniz məscidə daxil olduğu zaman 2 rükət qılmamış oturmasın. Bəzi qardaşlar elə bilirlər ki, təhiyyətül məscid, yəni məsciddə 2 rükət namaz, xüsusi bir namazdır, xeyr. Əgər sən gəlmişsənsə, sünnətin qalıbsa, sünnəti qılırsan, o onun sayılır. Gəlmişsən, fərzə çatırsansa, fərzi qılırsansa, o sayılır. Əsas odur ki, namaz qılasan. Və heç bir namaz yoxdursa, gəlmişsən, heç bir ki, namaz başlamayıb, namaza ilə qalıb, onda 2 rükət qılıb oturursan. 2 rükət qılıb oturursan. Ona görə də, və bu sünnədir. Yaxşıdır ki, yəni, qılasan bunu. Və oturub, hətta bəzi alimlər bunu fərz deyirlər. Vacib deyənlər də var bunu. Ona görə insan gərək bu ibadəti yerinə yetirsin. Və həmçinin də insan gərək birinci səhvə çatmağa tələssin. Necə ki, bir hədisdə keçdik ki, insanlar bilsəydilər ki, birinci səhvdə və yaxud da ki, deməli, azanda nə qədər savab var, birinci səhvə, onun üçün nə edərdilər? Püşk atardılar. Və bu da alimlər zikr edirlər bu məsələləri ki, hətta İbn Teymi rəhməhullah gətirir ki, kim ilk vaxtda gələrsə namaza və birinci sırada durmarsa, artıq şəriətə müxalif olur. Bu qardaşlar var, məsələn, gəlir, oturur, namaz başlarına gəlir, oturur, dayanır dalda. Bu olmaz, sənin haqqın da orada dayanmaq. O birinci səhv üçün mələklər dua eləyir. Bəli, insan əgər özündən yaşlı varsa, bilikli varsa, ədəbdəndir ki, ona versin yeri. Amma yəni, belə şey yoxdursa, dayanırsan qabaqda. Çalışsan ki, birinci səhv üçün yarışasan. Birinci səhvin ikinci səhvdən daha xeyirlidir. Qadınlarda isə hansı xeyirlidir daha? Ən axırdakı səhv. Ona görə də insan gərək birinci səhv üçün tez geçsin məscidə. Birinci səhv üçün də insan yarışanda nəyə nail olur insan, qardaş? Nəyə nail olur? Həm birinci səhv tutmaq üçün tez gedir məscidə, namaza tam çatır, nafilə sünnəsi qılmaq məvfiq olur ona məsciddə, Quran oxumaq fürsəti olur, mələklərin duasından nail olur, gədə oturur məsciddə, oturduğu zaman mələklər onun üçün dua eləyir. Həmçinin o namazda oturub gözlədiyi zaman harada sayılır? Namazda sayılır. Gör, nə qədər sən savabları əldə edirsən birinci səhvi yetişmək üçün. Ona insan çalışmalıdır ki, birinci səhvi düşmək üçün yarışsın. Və həmçinin də məscidin ədəblərindəndir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ibadəti kimi ibadət eləsin? Necə ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm nə deyib bizə? Sallu kəmə rəaytumuni usalli. Mən necə namaz qılan görürsünüz, elə namaz qılın. Yaxşı, Peyğəmbər sallallahu aleyhi və səlləm namazı necə idi? Onu sahabələr bizə bildiriblər. Bir hədisdə Ənəs ibn Abdullah ibn Umar radiyallahu buyurur ki, radiyallahu anhumə, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Aqimus sufufə, səhvlərinizi düzəldin. Və həzu beynəl mənəkib, çinlərinizi bir-birinə birləşdirin. Və suddul xaləl, boş yerləri doldurun. Və linu bi əydi ixvanikum, qardaşlarınıza qarşı mülayim davranın. Və lə təzəru furucətin liş-şeytan, şeytan üçün səhvdə boş yerlər qoymayın. Və mən vasələ saffən vasələhullah. Kim səhvi birləşdirərsə, Allah onu birləşdirər. Və mən qatəə saffən qatəhullah. Allah kim səhvi qırarsa, Allah onu qırar. Onu kəsər. Yəni, bu hədisdə nələr gəlir? Səhvlərinizi düzəldin. Yəni, bərabər tutun. Səhvlər bərabər. O, əslində imamın vəzifəsidir. İmam deyirsə, itaat etmək lazımdır ona. Bəzən görürsən, bəzi insanlar etiraz edirlər. Bu düzgün deyil. Bu sünnədir. Allah Rəsulu səhvləri düzəltməmiş namaza başlamazdı. Hətta sahabələr xüsusi adamlar təyin eləmişdilər. Osman radiyallahu Ömər gəzərdilər səhvləri içində, düzəldərdilər cəmaatı, sonra deyərdilər ki, hazırdır cəmaat. O da başlayardı namaza. Biz bu şeyləri itirmişik biz. Ona görə parçalanmalar, qəlblərimizin qırılması, şeytan namazı içində bizə o qədər vəsvəsə, hamısı bundandır. Bunlar lazımdır və bu təkcə birinci rükətdə olmalı deyil. Qalxdın ikinci rükətə, yenə də özünə baxıb qışdağı, səhvin düzgünü fikir verməlisən. Və həmçinin çiyinlərinizi bir-birinizə uyğunlaşdırın. Yəni, bir-birində yanında duran qardaşlar mülayim şəkildə, sıx olaraq laf belə yox. Gözəl şəkildə çiyinləri birləşdirir. Bəzi qardaşlar laf sıxırlar cəmaata, elə də olmaz. O maniyyədir cəmaata. Yaxşı şəkildə,
Ayaqları tam aralamadan və tam da sıxılmadan səhvdə dayanırsan. Və sonra deyir ki, boşluqları doldurun. Yəni, namaz qılanlar arasında boşluq qalmamalıdır. Şeytan oradan istifadə edib gilir səhv içinə və həmin adamlara vəsvəsə verir və insanları namazdan yayındırır. Və həmçində deyir, qardaşlarınızın əllərinə qarşı yumuşaq olun. Yəni, əgər kimsə səni səhvdə düzəldirsə, ona etiraz eləmə. Ona sərt şəkildə şey eləmə. Ona mülayim ol. Onun dediklərini riayət elə. Və şeytan üçün boşluq buraxma, yəni ki, şeytana qoyma ki, səhvlərin arasında hərəkət eləyə bilsin. Və sonra deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm kim səhvi birləşdirərsə, Allah onu birləşdirir. Yəni, kim səhvi doldurarsa, səhvdə boşluğu doldurarsa, Allah da onu özünə yaxınlaşdırar. Ona mərhəmət edər və günahlarını bağışlayar. Fikir ver. Və kim də deyir, səhvi kəsərsə, səhvi parçalanmağa çalışarsa, birləşdirmərsə, səhvi aralı qoyarsa, Allah da deyir, onu kəsər, onu qırar. Yəni, səhvin pozulmasına səbəb olan insana və şeytanın o səhvlərə girməsinə imkan yaradan insana Allah öz mərhəmətindən uzaqlaşdırar. İndi fikir ver nədirsə, Ayşə radiyallahu anhadan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim namazda səhvin bir boşluğunu doldurarsa, bir boşluğunu, gəlmirsən tez doldurur sonranı, Allah onu bir dərəcə yüksəldər və həmin adam üçün cənnətdə bir ev tikər. Təsəvvür edin, savaba bax, o insan gərək bu şeylərə diqqətli olsun. Və həmçinin də namazı qurtardıqdan sonra zikirlər var. O zikirlərə diqqət eləsin. Bəzi qardaşlar zikirlərə fikir vermirlər. Yaxşıdır ki, oturduğun yerdə sünnədir ki, imam çevrilməmiş durub səhvdən çıxmayasan. Bəzi qardaşlar imamın çevrilməsinə fikir vermədən dururlar ayağı. Olmaz elə. İmam çevrilməmiş cəmaata tərəf durmaq olmaz. Yaxşı deyil o. İmam çevriləndən sonra da imkan varsa yerində otur zikir elə. Çünki sən yerində oturduğun müddətcə mələklər sənin üçün nə edirlər? Bağışlanma diləyirlər. Sən zikr edirsən Allaha. Zikrin 4 forması gəlib. Yadda saxlayın bunları. Hər dəfədə bunlara ayrı-ayrı eləyin. Birinci gəlib 10 dəfə Subhanallah, 10 dəfə Elhamdülillah, 10 dəfə də Allahu Akbar. Hərdən bunu eləyin. Birində gəlib 25 dəfə Subhanallah, 25 dəfə Elhamdülillah, 25 dəfə Allahu Akbar, 25 dəfə də La ilahe illallah. Neçələdir? 100. Birində gəlib 33 Subhanallah, 33 Elhamdülillah, 33 Allahu Akbar, sonda da La ilahe vahdahu. Bu ən əzəmətlisidir. Peyğəmbər deyir ki, kim bu 33 bunu deyərsə, 33 Elhamdülillah, 33 Allahu Akbar, sonda da La ilahe illallahu vahdahu, la şərikə ləhu, ləhul mulku və ləhul həmdu və huve alə kulli şeyin qadir deyərsə, onun günahları dənizin köpükləri qədər olsa belə Allah onu bağışlayar. Bu 3-cü forması. 4-cü necədir? 33 Subhanallah, 33 Elhamdülillah, 34 Allahu Akbar. Bu 4 formanı yadda saxlayın. Hər namazda ayrı-ayrı eləyin bunları. Bu sünnədir. Və bu sünnələrdən belə də gəlib. Subhanallah, Elhamdülillah, Subhanallah və Elhamdülillah, Allahu Akbar, La ilahe illallah. Belə birləşdirib də deyə bilərsən. Aydındır? Subhanallah və Elhamdülillah, Allahu Akbar, La ilahe illallah. Subhanallah və Elhamdülillah. Bunu da deyə bilərsən belə. Subhanallah, Elhamdülillah, Allahu Akbar. Subhanallah, Elhamdülillah, 30 belə deyib, axırda da La ilahe 100. Bunu da deyə bilərsən. Yəni, bu 4 formanı yadda saxlayın və bu zikirləri eləyin. Və həmçinin də insan deməli məsciddə oturub dedik ki, namazı gözləyəndə o namazda sayılır. Dedik ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz məsciddə namazı gözlədiyi vaxta qədər və evə qayıtmasının qarşısında yalnız namaz aldığı müddətcə o harda sayılır? Namazda sayılır. Ona görə də Muaz ibn Cəbəl, kimdir Muaz ibn Cəbəl? Peyğəmbər sallallahu əleyhi və səlləmin ən elmli sahabələrindən. Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, ümmətimdə halal və haramı Muazdan yaxşı bilən yoxdur. Və buyurur ki, qiyamət günü alimlər gələcək, Muaz atılacaq ox, o ox hara gəlib düşəcəksə, alimlərin qabağında Muaz orada gələcək. Yəni bu dərəcə çox cavan ölüb Muaz, 30 neçə yaşında ölüb radiyallahu və Muaz radiyallahunun böyük fəziləti var. Muaz radiyallahunun gözəl sözü var. Buyurur ki, mən ra'a ənə mən fil məscidi leysə fi salatin illə mən kənə qaimən yusalli fə innəhu ləm yəfqah. Deyir ki, kim məsciddə olanların içində, bax fikir ver, oturmuşsan məsciddə, görürsən ki, məsciddə cəmaat var. Kim onların içində yalnız ayaqda namaz qılanların namazda olduğunu və digərlərinin isə olmadığını güman edərsə,
o həqiqətən dini başa düşməyib. Başa düşürsünüz nə deməkdir? Yəni oturmuşsan məsciddə görsən ki, biri namaz qılıb, qalanlar qılmır. Sən bilməsən ki, hamısı namazdadır. Ona görə mane olmaq olmaz. Başqa şeylər danışmaq olmaz. Hamı namazdadır orada. Sən ola bilər bir söz atarsan, danışarsan, onu yayındırarsan, və artıq cəmaatı namazdan yayındırarsan. Təkcə ayaqsa qılıb namaz qılan deyil namaz. Hamı namazdadır məsciddə. Hamı namazın savabını götürür. Əksinə bunları xatırlatmaq lazım. Cəmaata ki, ey qardaş, danışma, söhbət eləmə, zikr elə, dua elə. Namazda nələr sənə vacibdir? Başqa söhbət eləmək olmaz ki namazda. Sən yeni namazlısan. Başqa zikirlərlə, başqa söhbətlər eləmə. Zikirlər ver namazı içində. Namazdasan sən. Qoy sənin savab yazılsın. Subhanallah, görün nə dərəcədə böyük savabı var bunun. Və həmçinin də insan, bu sonuncudur, insan məscidi qorumalıdır. Bütün çirklərdən, bütün murdar şeylərdən, məsciddə nə görürsə onu mütləq dərhal təmizləməlidir. Necə ki, Muhammed ibn Abbas Firabri yer adıdır. Firabri nisbət olunan bir alim Muhammed ibn Abbas deyir ki, mən Abu Abdullah Buxari rəhməhullahla o Firabri adlanan yerdə məsciddə oturmuşdum. Və onun saqqalında nəsə var idi deyir. Balaca bir maddə, xırda bir şey. Və onu götürdüm deyir, istədim atım yerə məscidin içində. Adi bir şey idi. Və Buxari rəhməhullah dedi ki, onu deyir çölə at, məscidə atma. İbn Teymiyyə rəhməhullah deyir ki, məscidlər deyir qorunmalıdır. Hətta gözə düşən bir tozdan belə. Hətta gözə düşən bir tozdan belə. Yəni görün nə dərəcədə məscid qorunmalıdır. O ki qaldı ki, kim məscidə murdar dəsmalını atır, su butulkalar atır, xurma tumlar atır və başqa məscidi çirkləndirən şeylər atır və bunlara həmçində məscidi çirkləndirən şeylərə nə aiddir? Günahlar, qeybət, bidət, şirk, telefonda olan günahlara baxmaq. Bəzi qardaşlar görürəm, gəlib otururlar səhvdə telefonlarda nəyə gəldi baxırlar. Bunlar hamısı məscidi murdarlayan şeylərdir. İnsan gərək harda olduğunu dərk eləsin. Harda olduğun dərk eləsin. Dərk eləsin. Baxın, biz bir vəzifəli insanın qabağına gedəndə necə apararaq özümüzü? Allahın evlərindən bir evdəsən, necə olmalısan? Ona görə də sonunda şeyx bu hədislə kifayətlənir ki, mən iştəməə qavmun fi beyti min buyutillahi, bir qövm, bir cəmaat Allahın evlərindən bir evdə yığışarlarsa, yətlunə kitaballahi, Allahın kitabını orada oxuyarlarsa, və yətədərəsunəhu, onu bir-birlərinə öyrədərlərsə, illə nəzələt aleyhimus səkinə, onlara Allah tərəfindən bir sükunət nazil olar, və qaşiyyətumur rəhmə, onları rəhmət bürüyər, və xəffəthumul mələikətu, və mələklər onları əhatə eləyər, və zəkərəhumullahu fīmən indəhu, və Allah da onları öz yanında olanların yanında adları ilə zikr eləyər. Allahdan istəyirəm ki, Allah subhanət hala bizi məscid əhl eləsin, bizi məscidi əhkamlarını qoruyan, orada ibadətlərimizi yerinə yetirən qullarını eləsin. Allah dövlətimizdə məscidlərin sayını çoxaltsın, cəmaatımıza hidayət versin, xalqımızı məscid əhl eləsin. Düzün Allah bilir və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbə əcməin.